Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərim. Bugün sizlərlə bərabər yeni test toplusunda ismin morfoloji xüsusiyyətləri və ismin cümlə rolu testlərinin hər birinin izahlarına baxmış olacaq. Uşaqlar, testlərin izahlarına keçməzdən öncə sizə bir məqamı vurğulayım ki, bizim artıq yeni tədris ili üçün həm buraxılış, həm blok qruplarımıza qeydiyyat davam edir. Həm Azərbaycan dili fənni üzrə, həm də ədəbiyyat fənləri üzrə qeydiyyatdan keçə və bizimlə yüksək nəticəni əldə edə bilərsiniz. İndi isə mənim əzizlərim, keçən sualların bir-bir izahlarına. Deməli, birinci suala baxırıq uşaqlar. Birinci sualda vurğulayır ki, taxılçılıq rayonu birləşməsində aslı sözlə bağlı səhv fikir müəyyən edin. Uşaqlar, ümumiyyətlə bilmək lazımdır ki, söz birləşməsində həm əsas tərəf olur, həm aslı tərəf mövcud olur. Bizdən aslı tərəfi istədiyi üçün, deməli biz dərhal birinci sözə baxacaq. İndi səhv istəyir. İsimdir və nə sualına cavab verir. Bəli uşaqlar, taxılçılıq sözü isimdir və nə sualına cavab verir. Bu doğrudur. Adlıq halda və təsir təkdədir. Uşaqlar, təkdə olması doğrudur, amma adlıq deyil. Niyə? Çünki taxılçılıq rayonu birləşməsində taxılçılığın rayonu. Bax, burada var ha. Qeyri-müəyyən yerli halın şəkilçisi mövcuddur. Sadəcə biz bunu gözdən görmürük. Bu adlıq yox, qeyri-müəyyən yerli olduğu üçün cavab olur B variantı. İndi uşaqlar C-yə baxıram. Ümumi isimdir, bəli, tamamilə doğrudur. Düzəltmə isimdir. Taxıl, taxılçı, taxılçılıq. Bəli uşaqlar, burada həm çı, həm lıq şəkilçisini gözlə gördüyümüz üçün biz bunu düzəltmə isim kimi götürürük. Mücərrəd isimdir, bəli uşaqlar. Taxılçılıq, biz bunu gözümüzdən görmürük, deməli mücərrəddir. Testin doğru cavabı əzizlərim B variantı qalmış olur. Keçək növbəti sualın izahına. Aha. Çıxışlıq halda olan isimlər hansı cümlə üzvü vəzifəsində işlənə bilər? Uşaqlar, bunu unutmuruq əsla. Çıxışlıq hal dandən şəkilçisinin köməyi ilə əmələ gəlir. Biz bunu rahat bir şəkildə bilirik. Düzdürmü? İndi çıxışlıq haldırsa, deməli hal şəkilçisi qəbul eləyibsə, bu rahatlıqla tamamlıqdır. Çünki biz bilirik ki, tamamlıq cümlə üzvü kimi ismin hal şəkilçilərini qəbul eləyən bir cümlə üzvüdür. Tamamlığı götürdüyümüz üçün ya qalır B, ya qalır D. Təyin. Çıxışlıq hal şəkilçisi qəbul etmiş isim təyin vəzifəsində olmur. Deməli, cavab olur D variantı. Üçüncü suala baxırıq. Təsriş halda olan isim hansı cümlə üzvü ola bilir? Uşaqlar, təsriş hal deyirsə, təbii ki, tamamlıqdır. Çünki təsriş halda hal şəkilçisi var, I üstü 4. Az öncə də vurğuladım ki, hal şəkilçisi qəbul eləyən ikinci zəlzələ üzv tamamlıq olmuş olur. Və növbəti dördüncü sualın izahına baxırıq. Uşaqlar, burada vurğulayır ki, altından xətt çəkilmiş sözlər nə sayılmalıdır? Qaçış, uçuş. Təbii ki, uşaqlar, isim. Qaçmaqdan qaçış feildən düzəlmiş isim. Qaçmaqdan qaçış ismi. Uçmaq feilindən uçuş ismi. Və salam. Qaçış və uçuş hər ikisi isimdir. Növbəti sual, 5-ci sualın izahına baxaq. İsim hansı cümlə üzvləri vəzifəsində işlənə bilir? Yadda saxlayır ki, uşaqlar, isim həm mübtəda, həm xəbər, həm təyin, həm tamamlıq, həm də zəflik mövqeyində çıxış eləyə bilər. Bu nöqteyi nəzərdən testimizin doğru cavabı C variantı qalmış olacaq. 6-cı sualın izahına baxırıq əzizlərim. Cümlələrin birində isim yoxdur. Aha, çox maraqlı və çox asan bir sualdır. Uşaqlar, isim yoxdur deyəndə deməli biz isim olanları çıxırıq dərhal. Baxın, fikir verin. Yamanlıq, yaxşılıq, lıq şəkilçisindən düzələn isimlərdir. Yaxşılıq isimdir. Qəhrəmanlar unudulmurlar. Uşaqlar, burada qəhrəman, sifət, unutmaq, feil. Deməli, burada nə olacaq? Təbii ki, isim olmayacaq. Cavab olur C variantı. Çalış öz xalqının işinə yaraq. Xalq isimdir. D variantı xaric. Ən böyük biclik düzlükdür. Bilmək lazımdır ki, uşaqlar, biclik və düzlük bunlar isimdir. Cavab olur C variantı. Və salam. Sonra mənim əzizlərim, baxırıq 7-ci sualın izahına. 7-ci sualda vurğulayır ki, verilənlərdən hansı nəticə ola bilməz? Baxaq,
Səbəb və nəticə cədvəlinə əsaslanan bir sualdır. Demək, uşaqlar, biz yanlış ola seçəcəyik, çünki ola bilməzlər istəyir. İsim sifətin xüsusiyyətlərini daşıyır. Bəli, isim sifətin xüsusiyyətlərini daşıyır, morfoloji cəhətdən isim olaraq qalır. Baxın əzizlərim, birincisi cümləni dərk etmək lazımdır. Bizə deyir ki, isim sifətin xüsusiyyətini daşıyır. Deməli, neyinir? İsim sifətləşir, düzdürmü? Bu zaman morfoloji cəhətdən isim olaraq qalacaq mütləq surətdə. Sifətin suallarına cavab verəcək. Təbii ki, əgər sifətləşirsə, sifətin sualına cavab verir. Başqa bir sözə aid olub onun təyininə çevrilir. 100% doğrudur. Cümlədə xitab kimi işlənə bilmir. Bəli uşaqlar, doğrudur. Xitab kimi işlənə bilmir. Dərəcə əlaməti qazanır. Yadda saxlayaq ki, mənim əzizlərim, yeganə olaraq isim sifətləşdiyi zaman, yəni isim sifətin sualını və yaxud da ki, onun xüsusiyyətlərini daşıdığı zaman heç bir halda dərəcə əlamətini qəbul eləmir. Bu istisna bir qaydamızdır. Cavab olur Y variantı. 7-ci sualda cavab oldu Y variantı. Sonra davam edirik mənim əzizlərim nə ilə? 8-ci sualın izahından. Sualın şərtində vurğulayır ki, sual işarəsinin yerinə yazıla bilər. Aha, çox maraqlıdır. Deməli, qrammatik şəkilsiz, aha, düzəltmə, isim mücərrəd. Demək uşaqlar, burada şərtimiz nədir? Hər hansı bir isim olmalıdır. Plus bu isimdə qrammatik şəkilçisi olmamalıdır. Sonra düzəltmə olmalıdır, yəni leksik şəkilçisi olmalıdır və həmin isim mücərrəd olmalıdır. Gəl, baxaq indi burada düzgün fikirlərə. Fikirlər. Fikirlər sözündə uşaqlar görürəm ki, larlər var, yəni qrammatik şəkilçisi var. A variantı xaric, birinci şərtə əsasən. Fədakar sifət isim deyil. Burada vurğulayır ki, isim olmalıdır. Əliyyatçıqlıq. Uşaqlar, əliyyatçıqlıq mənim əzizlərim. Əl və açıq. Bu mürəkkəb sözdür, xaricdir. Bizə düzəltmə lazımdır. Dağıntı. Uşaqlar, dağıntı ismi əzizlərim. Bir sarsıntı, bir də dağıntı. Bunlar heç vaxt düzəltmə isim olmur. Çünki dağla dağıntı arasında məna cəhətdən əlaqə yoxdur. Buna görə D variantı yanlışdır. Çünki sadə isimdir. Burada deyir ki, düzəltmə olsun. Və cavab qalır Y variantı. Gözəl sifətindən gözəllik ismi. Deməli, isimdir. Qrammatik şəkilçisi yoxdur. Düzəltmədilik şəkilçisi var və mücərrəd. Çünki gözəllik gözdən görünən bir məfhum deyil. Cavab olur Y variantı. Sonra uşaqlar 9-cu suala baxırıq daha sonra. Təyyarə görəndə biz uşaq kimi sevinərdik. Aha. Burada deyir ki, cümlədəki isimlərin xüsusiyyətlərlə bağlı səhvi istir. İsimlər burada hansılardır? Təyyarə, bir də ki, uşaq. Düzdürmü? İndi gəl burada baxaq. Hər ikisi adlı haldadır. Xeyr uşaqlar, yanlışdır. Çünki əzizlərim, təyyarə görəndə təyyarəni, bu qeyri-müəyyən təsirlikdir. Amma uşaq adlıqdır. Cavab qalır A variantı. Yəni, təyyarəni təsirlikdir, uşaq adlıqdır. Hər ikisi ümumidir, bəli. Hər ikisi konkret, çünki gözlə görürsən. Hər ikisi qurulursa sadə, bəli. Hər ikisi bir çoxdan ibarətdir, sadədir. Birinci isim feillə bağlıdır, bəli, görəndə. Doğrudur. Cavab qalır A variantı, çünki bizdən səhvi istəyir. Sonra uşaqlar, davam edirəm 10-cu sualın izahından. Biri ümumi qrammatik mənası digərlərindən fərqlənir. Uşaqlar, ümumiyyətlə belə suallarda dərhal biz nəzərə almalıyıq nəyi? Ümumi qrammatik məna deyirsə, yəni bunun isim, sifət, say, əvəzlik olması nəzərdə tutulur. Yəni qrammatik məna budur. Leksik məna isə sözün ifadə etdiyi ilkin məna deməkdir. Yəni bunu biz bilməliyik. İndi baxaq. Burada deyir ki, əzizlərim, üzürlü, tozlu, günəşli, ütülü. Bunlar hamısı sifətdir. Üzürlü, ütülü, tozlu, günəşli hamısı sifətdir. Amma kəndli isimdir. L-li-li şəkilçisi ümumiyyətlə amonim şəkilçisidir. Bir isim düzəldir, bir sifət düzəldir. Əgər düzəltdiyi söz şəxs bildirirsə, kəndlidir, Azərbaycanlıdır, şəhərlidir. Bunlar şəxs bildirir. Olur isim. Yox, əgər şəxs bildirmirsə, digərlərində olduğu kimi və necə sualına cavab verirsə sifətdir. Cavab olur Y variantı və maraqlı bir sualdır. 11-ci suala baxıram əzizlərim. 11-ci sualda biri ümumi qrammatik digərlərindən fərqlənir. Maraqlı sifət, görkəmli sifət, hünərli sifət, ürəkli sifət, məktəbli,
Görsənmi? Lali şəkilçisindən düzəlsə belə, buna rəğmən məktəbli şəxs bildirdiyi üçün olur isim. Sonra 12-ci suala baxıram əzizlərim. Deyir ki, altından xətt çəkilmiş şəkilçilərinin növlərini işlənmə ardıcıllığından düz, yəni ardıcıllığı düz. Düzdə zəmi qalxır, evdə səməni. Burada heç nə yoxdur. Süfrəsi qonaqlı baharım mənim. Onun süfrəsi mənsubiyyət. Bax, bura onun əlavə edə bilirəm. Deməli, bu mənsubiyyətdir. Baharım, mənim baharım. Bu da mənsubiyyət. Çünki əvvəlinə mənim sözünü qoya bilirəm. Baharım mənsubiyyət. Mənim baharım. Mənim də ki, burada yəli idi. Və salam. Cavab olur C variantı. Sonra uşaqlar 13-cü sualla davam edirəm inşallah ki. Altına xətt çəkilmiş şəkilçilərin növlərini, işlənmə ardıcıllıqlarını müəyyənləşdirin. Deməli, burada Ələsgərəm, aməm, bir şəxsin təkinə şəxs sonluğu. Elə şəxs sonluğunla, yəni xəbərliklə baxsaq, A getdi, B getdi, D getdi, Y getdi. Cavab C qalır. Aha, şad olmadım dünyada, səni gördüm hal şəkilçisi, təsirlik. Gördüm, dərdim oldu ziyada. Bəli, dərdim, mənim dərdim, bu da mənsubiyyət. Cavab olur C variant. Sonra uşaqlar 14-cü suala baxıram dərhal. Nə istəyir bizdən? Sən də onlardan birisən. Aha, zaten biz bunu cümləni tələffüz etdiyimiz zaman burada sansəni özümüzdən rahatlıqla qoyuruq. Sansən də uşaqlar yadda saxlayaq ki, şəxs xəbərli şəkilçisidir. Cavab olur D variantı. Səhvlər istəyir 15-ci sualda. Yar gülü telə bağlar, kəmərin belə bağlar. Altından xətt çəkilmiş sözlərlə bağlı səhv fikri müəyyən edin. Burada, baxın uşaqlar, yar gülü telə bağlar, telinə bağlar. Onun teli, telinə. Kəmərini belinə bağlar. Öz kəmərini, bax bu yönlü halda olsa belə telə bağlar, telinə bağlar. A yönlüydür. Amma kəmərin, yəni özünün kəməri, kəmərini. Burada da i var. Yəni i-ni bərpa eləyə bilirəm. Bu da i təsirlikdir. Burada D variantına baxsan deyir ki, biri yönlükdür. Tamam, bu birincisi yönlükdür telə. Amma digəri kəmərini təsirlikdir. Yəni adlıq deyil. Buna görə səhv istədiyi üçün cavab 15-də qalır. D variantı. Və salam. Ümidvaram ki, hər biri izahı aydın şəkildə sizlərə bəlli oldu. 16-cı suala baxıram əzizlərim. Səhv istəyir. Abidələr, tökmə heykəllər bəzəkdir. Aha, abidələr birincisi cəm, düzdür, abidələr. İkincisi tək isimdir, bəzəkdir. Düzdür. A variantı doğrudur. Sonra baxıram. Hər iki sözün kökü isimdir. Abidə isimdir. Bəzəkdir isim deyil kök uşaqlar. Bəzə feilindən bəzək ismi. Kök burada bəzə feilidir. Yəni hər ikisinin kökü isim deyil. Birincisi olacaq isim, ikincisi olacaq feil. Yadda saxlayırıq. Cavab olur B variantı. Hər ikisi adlıq bəli. Ümumidir bəli. Biri sadə digər düzəltmə bəli, bəzəkdir. Bəzə feilindən, baxın uşaqlar, bəzə feilindən bəzək ismi burada leksik şəkilçidir. Və salam. 17-ci sualın izahına baxıram dərhal. Sualın şərtində vurğulayır ki, gələn bəzirgandır, gedən xocadır. Altından xətt çəkilmiş istəmir. Nümunəsində işlənmiş isimlər hansı deməli. Nümunəsində ümumi isimlər hansı şəkilçilə işlənmişdir? Burada ümumi isimləri istəyirsə uşaqlar, bəzirgan, bir də xoca. Budur da. Çünki gələn, gedən feili sifətdir. Bizdən isimləri istəyir. Aha, uşaqlar, bəzirgandır, xocadır. Hansı şəkilçilə işlənmişdir? Bəzirgan sözündən bəzirgandır, xoca sözündən xocadır. Dırdır da xəbərlik şəkilçisidir. 18. Xüsusi isim hansı şəkilçilə işlənmişdir? Ələsgərdir, mənim adım, aləmi yandırır odum. Uşaqlar, bu cümlədə xüsusi isim Ələsgərdir. Çünki şəxs adıdır və burada da Ələsgərdir. Xəbərli şəkilçisi D variantı. Sonra 19. Bizdən sualda istəyir ki, sonu samitlə bitən isimlərdə təsir hal şəkilçisi hansı qrammatik şəkilçi ilə formaca oxşardır? Təbii ki, üçün şəxsin təkinin mənsubiyyət şəkilçisi ilə, yəni I üstü 4-lə.
Yəni sonu samitlə bitən isimlərdə təsir hal şəkilçisi hansı qrammatik? Təsir halının şəkilçisi I üstü 4-dür və bilirik ki, biz bu homonimdir nə ilə? Üçün şəxsin təkinin mənsubiyyət şəkilçisi ilə. Cavab olur Y variantı. Feilin qayıdış növünün şəkilçisi uşaqlar I üstü 4, N üstü 4-dür. Nə əlaqə? Yerli N üstü 4-dür. Təsirliyin ın şəkilçisi yoxdur. Üçün şəxsin xəbərliyi dırdır, durdurdur. Nə əlaqə? Gələcək zaman şəkilçisi arər, bir də acaq, əcək. Bunun da heç bir əlaqəsi yoxdur. Cavab olur Y variantı. Çox asan bir sualdır. 20-ci suala baxırıq. Deyir ki, burada sonu samitlə bitən isimlərdə yiyəli hal şəkilçisi hansı qrammatik şəkilçisinin homonimdir? Uşaqlar, yiyəli halın şəkilçisi N üstü 4-dür, mənim əzizlərim. Və biz bilirik ki, bu ikinci şəxsin təkinin mənsubiyyətindən homonimdir. Harada belə bir cavab var? Təbii ki, A variantında. Yönlü hal şəkilçisi AE-dir, bunun əlaqəsi yoxdur. Təzkiq hal şəkilçisi I üstü 4-dür, heç bir əlaqəsi yoxdur. Təkinin mənsubiyyəti deyirsə I üstü 4-dür, əlaqəsi yoxdur. Bu təsir ilə homonimdir. İndiki zaman şəkilçisi I üstü 4-dür, bunun da heç bir əlaqəsi yoxdur. 21-ci sual. İsimlərdə şəkilçi ardıcıllığı baxımından uyğunsuzluğu müəyyən edin deyir. Uşaqlar, hər zaman mən qrupda da şagirdlərimə vurğulayıram ki, ümumiyyətlə isimlərə şəkilçilərin qoşulma ardıcıllığı var. Hansı ki, biz bilirik ki, isim bölməsində isim məxsus şəkilçilər var ki, cəmdir, mənsubiyyətdir, haldır, bir də xəbərli şəkilçisidir. Hansı ki, bunlar ismə bu ardıcıllıqla qoşulur. Yəni, cəm, mənsubiyyət, hal və xəbərlik. Hətta belə bir cümlə deyirəm ki, uşaqlara cəm mənsubiyyətin halından xəbərsizdir. Fikir verin, cəm mənsubiyyətin halından xəbərsizlik. Bu cümləni yadda saxlayırlar ki, ardıcılıq budur. İndi uşaqlar bizdən uyğunsuzluğu istəyir. Mənsubiyyət şəkilçisi yiyəli hal gələ bilər, doğrudur. Cəm mənsubiyyət gələ bilər, yönlü xəbərlik gələ bilər. Aha, təsirlə uşaqlar xəbərlik, xeyr. Cavab D variantıdır. Yadda saxlayın ki, yeganə olaraq ismin təsir halıdır ki, xəbərli şəkilçisini qəbul edib cümlənin xəbəri ola bilmir. Bu bizim əsas bir qeydimizdir və buna görə cavab olur D variantı. Yiyəli xəbərlik bəli, rahatlıqla gələ bilər. 22-ci sual. İsimlərdə şəkilçi ardıcılığı baxımından uyğunluğu müəyyənləşdirin. Yiyəli hal burada xəbərli şəkilçili görən kimi cavab olur C variantı. Amma digərlərində uyğunluq yoxdur. 23-cü suala baxıram rahatlıqla. Baxaq görək hələ 23-cü sualda nədir məsələ? Qeyri-müəyyən yiyəli halda olan söz hansının ilk hissəsindən düzəlmişdir? Aha, baxın. Qeyri-müəyyən yiyəli halda olan söz. Deməli, biz birinci qeyri-müəyyən yiyəli halda olan sözü tapırıq uşaqlar. Gözəllik duyğusu ucaldır hər kəsi. Duyub düşünməyə çağırır bizi. Gözəllik duyğusu, gözəlliyin duyğusu, düzdürmü? Burada bizim sözümüz gözəllikdir. Baxın, fikir verin. Gözəllik. Elə deyilmi? İndi baxın əzizlərim, deyir ki, bu söz hansının ilk hissəsindən düzəlmişdir? Sözün hansının ilk hissəsindən düzəlməsini bilmək istəyiriksə, son leksi şəkilçisini sözdən götürürük, liki buradan çıxıram və görürəm ki, gözəl sözü nədir? Sifətdir. Deməli, bu söz sifətdən düzəlmiş isimdir. Ümumiyyətlə, qaydamız budur mənim əzizlərim. Nəyin nədən düzəlməsini bilmək istəyiriksə, son leksik şəkilçisini tuturuq və baxırıq ki, o nəyə qoşulub, hansı bir ilk hissəsindən qoşulubdur. Cavab olur A variantı. 24-cü suala baxıram uşaqlar. 24-cü sualda vurğulayır ki, aha, hansı cümlədə altından xətt çəkilmiş söz isim deyil? Aha, baxın uşaqlar, burada torpaq isimdir, A getdi. Yun material bildirən sözdür, isimdir. Dünənkilərdən xəbərim yoxdur. Dünənki uşaqlar, dünən zaman zərfindən dünənki sifəti. Cavab C variantı. Dəmir isimdir, gözəllik isimdir. Material bildirən sözlər. Material. Yadda saxlayıq ki, bunlar isim olur. Dəmirdir, misdir, qalaydır, qızıldır, gümüşdür. Bax bunlar nəzərinizdə olsun. 25-ci sual əzizlərim. Baxırıq sualın izahına. Üzərində rəqəm yazılmış sözlərlə bağlı doğru fikirləri müəyyənləşdirin. Birinci olaraq üzərində rəqəm yazılmış sözlərə baxırıq. Gülüşündə, güllər, könlümüz, vurğunu,
yorğunu və salam. Üzərində rəqəm yazılmış sözlər bunlardır. İndi istəyir ki, uşaqlar bu sözlərlə bağlı doğru fikirləri tapaq. İndi baxıram A variantına. 2 konkret isimdir, təsriş haldadır. Güllər konkretdir, amma təsriş deyil, çünki adlıqdır. Açdı nə? Güllər. İsim deyil. Daha doğrusu təsriş deyil, yəni adlıqdır. Sonra B-yə baxıram. B-də deyir ki, 3 isimdir. Könlümüz isimdir. Saitlə başlayan hal şəkilçisi artırıldığına görə uşaqlar könlümüz sözündə ımız mənsubiyyətdir, hal deyil. Ona görə düşüm hadisəsi olubdur. Burada hal şəkilçisi deyil, xeyr. Hal yox, mənsubiyyət. B getdi. 4 və 5 təsriş hal şəkilçisi qəbul etmiş mücərrəd mənalı isimlərdir. Vurğunu, yorğunu. Baxaq. Uşaqlar, vurğun və yorğun bunlar isim deyil, sifətdir. Ona görə C variantı xaric. Hamısı ad bildirmir, bəli. Cavab D variantı. Çünki uşaqlar burada az öncə dediyim kimi sifət də var. Hamısı ad bildirmir nə deməkdir? Yəni isimdən başqa da bir nitq hissəsidir. Yəni sifətdir. Cavab olur D variantı. Bir isimdən düzəlmiş, mənsub şəkilçisi qəbul etmiş isimdir. Gülüşündə isimdən düzəlməyib uşaqlar. Gülməkdən gül feildən düzəlibdir. Üç şəkilçisi, baxın, kök şəkilçisi ayrım. Gülməkdən gülüş, gülüşün mənsubiyyət, dadə hal şəkilçisi. Burada üç şəkilçisini görürəm ki, rahatlıqla nəyə qoşulub? Gül feilinə qoşulub. Yəni, feildən düzəlib, isimdən düzəlməyib. Buna görə də cavab olur D variantı. Sonra növbəti sualın izahına baxıram. 26. İsmə aid olan bütün qrammatik şəkilçiləri qəbul edə bilməyən sözləri müəyyənləşdirin. Yadda saxlayırıq nəyi? Baxın uşaqlar, burada deyir ki, baş şərtdə ismə aid bütün qrammatik şəkilçiləri qəbul edə bilməyən sözləri. Bu əhali sözü istisnadır da, bilirsiniz. Cəmə görə. Dəmirçilikdə həmçinin, yəni cəm şəkilçisi ixtisardır, istisnadır bunlar. 27. Əmin bağçada bir neçə armud ağacı əkmişdi cümləsində isimlərlə bağlı yanlış fikirləri müəyyənləşdirməyimizi istəyir. Birinci isimlərin altından xətt çəkirəm. Əmim bağçada armud ağac və salam. İndi baxın uşaqlar. Deyir ki, qeyri-müəyyən yiyəli halda olan isim var. Qeyri-müəyyən yiyəli hal, yəni ın-üstü dörd şəkilçisi. Əmim bağçada bir neçə armud ağacı, armudun ağacı. Bax, burada qeyri-müəyyən yiyəli idi. Çünki armudun ağacı deyə bilirsən. A, doğrudur, getdi. Eyni halda olan isim yoxdur. Əmim adlıqdır. Bağçada dadə yerlikdir. Armudun yiyəlikdir. Ağacı ağacını. Bu da təsirlikdir. Düzdürmü? Bizdən zaten bunu istəyir də uşaqlar. Baxın. Təsirlik haldadır. Yəni, eyni halda olan isim yoxdur. Bu doğrudur. Bizdən səhv istəyirdi. B də getdi. C-yə baxıram. Mənsubiyyət şəkilçili isimlər qurulursa sadədir. Baxım. Mənsubiyyət əmim, bəli, mənim əmim sadədir. Bağça yox, armudun ağacını, ağacı sadədir. Bəli, C variantı dübbədən düzdür. Baxıram D variantına, 27-də. Hal şəkilçili iki isim var. Aha, xeyr uşaqlar, bağçada dadə yerlik, bir dənə budur. Armudun yiyəlik, ağacını təsirlik. Bax, 3 dənə var, 2 dənə yoxdur. Cavab olur D variantı. Bizdən yanlış istəyir. Adlıq halda olan isim mənsubiyyət şəkilçili işlənmişdir. Bəli, əmim adlıqdır və hansı ki mənsubiyyətdir. Doğrudur. Sonra 28-ci suala baxırıq. Hansı fikirlə klasteri tamamlamaq olmaz? Aha. Baxın. İsim, bütün cümlənin bütün üzvü ola bilir. Aha, doğrudur. Əsasən mübtəda və tamamlıq olur. Bəli, isim mübtəda və tamamlıq rolunda çıxış edə bilir. Yəni, tamamlığın və mübtədanın ifadə vasitəsi isim ola bilər. İndi bizdən olmaz istəyir də, yanlışları tapmalıyıq. Mürəkkəb isim bitişik defislə ayrı yazıla bilər. Uşaqlar, ayrı yazılan mürəkkəb isim yoxdur. Ayrı yazılan mürəkkəb addır. Bax, fikir ver. Misal üçün deyirəm ki, Şah, İsmail, düzdürmü? Xətai. Bu ayrı yazıldı, düzdürmü əməzlərim? Yəni, bu isim sayılmır, mürəkkəb ad sayılır. Mürəkkəb isim fərqli şeydir, mürəkkəb ad tamamilə fərqli bir şeydir. Mürəkkəb isimlər ya bitişik yazılır, ya defislə yazılır. Ayrı yazılan mürəkkəb ad.
Bizdən səhv istəyir də, yəni yazıla bilməyəz istəyir. İsimlərə artırılan qrammatik keçir müəyyən ardıcılıqla. Bəli uşaqlar. Birinci cəm, ikinci mənsubiyyət, üçüncü hal, növbəti xəbərlik. Cəm mənsubiyyətinin halından xəbərsiz cümləni yadına saxlaya bilərsən. Təsdiq halda olan isimlər bütün qrammatik keçirləri qəbul etmir. Bəli, xəbərlik dırdırı misal üçün qəbul eləyib cümlədə xəbər ola bilmirlər. İnsan anlayışı bildirən isimlər nə sualına cavab verə bilər? Bəli, qeyri-müəyyən, təsdiq hal, bəli, bu suala cavab verə bilər və yəlik. Düzəltmə isimlər adlardan və feillərdən konkret doğrudur uşaqlar. Düzəltmə isimlər adlardan və feillərdən düzəlir. Və salam. Cavab oldu burada. Təbii ki, A variantı, çünki dediyim kimi ayrı yazılan isim yox, ad sayılmış olur. Hansı nümunədə ayrı-ayrılıqda isim həm hal, həm mənsubiyyət, həm xəbərli şəkilçisini qəbul etmiş sözlərlə əhatə olunmuşdur? Uşaqlar, burada məsələ nədir mənim əzizlərim? Bir sözün tərkibində olmasın bunlar. Bəzən şagird çaşır. Bir sözün tərkibində həm halı axtarır, həm mənsubiyyəti, həm cəmi. Bu ayrı-ayrılıqda olmalıdır. Deməli, baxın, fikir verin əzizlərim. Burada deyir ki, ayrı-ayrılıqda cəm olsun bir isimdə. Bir isimdə hal olsun, digərində mənsubiyyət olsun, digərində xəbərlik olsun. Gəl baxaq. Bu fikir ver. Bəli, inanın ki, sən ölümün belə, mənim ölümüm mənsubiyyət var, tamam. Coşqun nəğmələrdə qərar tutacaq. Nəğmələrdə dadə, yerlik var, cəm də var, amma ayrı-ayrılıqda sözlərdə deyil. Ona görə A variantı getdi. Dünyada dadə hal var, ən gözəl şah əsərləri, misal üçün cəm var, hal da var. Aha, yaratdı zəhmətin cəsur əlləri. Zəhmətin, burada yəlikdir, əlləri mənsub, amma xəbərlik burada yoxdur. B variantı xaric. Bəxtiyarsan, aha, şəxs sonluğu var, bu xəbərlikdir. Əgər çəkdiyin əmək. Aha, digərlərini görmürəm. İndi digər varianta baxıram. Cahan bağçasına versə bir çiçək. Baxın uşaqlar, burada cahan bağçasına, mənsubiyyətdə var bağçasına sözündə. Hal da var, amma cəm yoxdur. Ona görə C variantda xaricdir. Dərhal D variantına baxıram. Ağıllı adamlar cəm var, yaxşı adamlar cəm var. Bilik kitabdadır, kitab dadə, yerlik var, dırdır xəbərlik var, axtarsın əgər. Uşaqlar, buradakı dırdır və dadə bir sözün tərkibindədir, iki sözün yox. Bizə lazımdır ayrı-ayrılıq sözlərin tərkibində olsun bunlar. İnsandır xəbərlik, məhəbbətin sevinci. Məhəbbətin hal yəlik, sevinci mənsubiyyət. Aha, cəmdir, tapsaq və salam. Yaraları, qutardı, yaralar cəm. Demək, əzizlərim, dırdır insandır, məhəbbətin hal, sevinci mənsubiyyət, anadır, xəbərli olsun, problem deyil. Yaraları, larlər də cəmdir. Və salam, cavab oldu Y variant. Ayrı-ayrı sözlərin tərkibində axtarmalıyıq biz bunları. Sonra 30-cu suala baxırıq. Uyğun fikirləri müəyyənləşdirin, tamam mı? Uyğunluğu istəyir, yəni doğrunu. Yaxşı qoca, bəs fikrin nədir? Adlı xalda olan isim cümlə üzvüdür. Bəli, uşaqlar, bizdən uyğunluğu istəyir burada. Cavab A variantı qalır. Yaxşı modal sözdür, bu getdi. Qoca xitabdır, adlı xaldadır. Fikrin nədir? Nədir? Xəbər, nə? Fikrin, sənin fikrin. Burada uşaqlar, yəli hal deyil, yəni mənsubiyyətdir. Çünki sənin fikrin. Sənini qoya bilərəm əvvəlinə. Və cümlə üzvü kimi adlıq haldadır. Sənin fikrin. Cavab qalır A variantı. İndi B-yə baxıram. Düşmənin tikəsindən dostun şilləsi yaxşıdır. Hal şəkilçisi qəbul etmiş isim həm də sifət işlənmişdir. Hal şəkilçisi qəbul etmiş isim və sifət olsun. Düşmənin, tikəsindən dostun şilləsi yaxşıdır. Burada hal şəkilçisi qəbul etmiş isim və sifət işlənmişdir. Düşmən, uşaqlar, düşmənin bu haldır. Tikəsindən, bəli, hal şəkilçisi var. Dostun şilləsi yaxşıdır, burada mənsubiyyətdir, bu getdi. Daşlığa yağar, dolu dəryaya. İsmin iki halında olan istifadə olunmuşdur, yanlışdır. Xeyr,
burada doğru yazılmalıdır. Çünki daş daşlığa yağar, dolu dəryaya. Daşlığa yönlük, dəryaya yolunu. Bu da getdi. Sonra daşlı adlıqdır. Yəni yanlış yox, doğru olmalıdır burada. Mənim bağım baharım, həm gülüm, həm bülbülüm sənsən. Şəxs əvəzliyi mübtəda vəzifəsindədir. Mənim bağım baharım, həm gülüm, həm bülbülüm sənsən. Sənsən xəbərlikdir uşaqlar. Yəni bu xəbərdir. Mübtəda deyil. Şəxs əvəzliyi deyərsən ki, ay müəllim, bəs mənim də var da burada uşaqlar. Burada mübtəda vəzifəsində olan şəxs əvəzliyi deyil, mənim bağımdır. Baharımdır, hansı ki bu üçüncü növdür. Şəxs əvəzliyi deyil. Sadəcə şəxs əvəzliyi ola söz birləşməsinin tərkibində gedir. Ata minəndə özünü, atdan düşəndə atı unutma. Bütün isimlər qoşma ilə işlənə bilər. Xeyr uşaqlar. Baxın, burada hal şəkilçisi var. Ona görə işlənə bilməz. Eyni zamanda da atı var. Ona görə bu işlənə bilməz. Bu doğru yox, yanlış olmalıdır. Cavab olur A variantı. Sonra baxıram 31-ci sualın izahına. Bizdən nümunədəki isimlərlə bağlı səhvi tapmamızı istəyir. Aha, çox rahat sualdır. İsimlər azadlıq isimdir. Səhər isimdir. Həsrət ilə anımısan. Aha. İstiqlal vuruşanda ocaq olub yanmısan. Ocaq. Üçrəngli bayraq qanınla qazanmısan. Yaşa ey vətən oğlu. Bu torpaq üçün yaşa. Vətən. Bu millət üçün yaşa. Millət. Bu torpaq üçün yaşa və salam. Bizdən səhv istəyir mənim əzizlərim. Deməli, diqqət eləyək nəyə? A variantına. Birinci misaldakı isimlərdən biri yelik. Azadlığın səhəri, misal üçün doğrudur. Biri təsirlik, səhərini doğrudur. Digəri adlıqda həsrət. Düpbədən düzdür. A getdi. Üçüncü misaldakı isimlərdən biri təsirlik. Bayrağın, bayrağını doğrudur. Digəri yiyəlik haldadır. Özünün qanın, sənin qanın uşaqlar. Buradakı ın yiyəlik deyil. Ha, sənin qanın, özünün qanın. Bu mənsubiyyətdir, yiyəlik hal deyil. Buna görə cavab olur B variantı. Dördüncü misaldakı isim yiyəlik. Baxıram. Aha. Vətən oğlu, vətənin oğlu yiyəlikdir, düzdür. İkisi adlı haldadır. Bəli, doğrudur. Oğlu adlıqdır, torpağı da adlıqdır. Düpbədən düz. İkinci misaldakı isimlərdən biri yiyəlik, biri yerli haldadır. İkinci misaldakı isimlər istiqlal vuruşanda. Aha. Sonra bayrağını İstiqlal vuruşanda ocaq olub yanmasın. İkinci misaldakı isimlər, yəni istiqlal, bir də ocaq, biri yiyəlik, biri yerlik haldadır. Baxıram uşaqlar, aha, vuruşanda ocaq olub yanmasın. İsimlərdən biri yiyəlik haldadır. İstiqlalın vuruşunda, düzdür. Ocaq olub yanmasın. İstiqlalın vuruşunda, doğrudur uşaqlar. Biri yiyəlikdir. İstiqlalın vuruşu, düzdür, istiqlalın, bir də yerlikdir, dadə vuruşunda. Sonra baxırıq nəyə? Beşinci misradakı isimlərdən hər ikisi adlıq haldadır. Beşinci misra uşaqlar, bu millət üçün yaşa, bu torpaq üçün yaşa. Burada fikir versəniz, mənim əzizlərim, baxın, beşinci misradakı isim, bu millət isimdir. Sonra torpaq, burada torpaq isimdir. Millət və torpaq hər ikisi nədir? Adlıq haldadır. Və səlam. Bitdi. Cavab olur B variantı. Sonra mənim əzizlərim, baxıram 32-ci sualın izahına. Gəldi nəyə? Uşaqlar, 33-cü sualdan davam eləyən əzizlərim. Bizdən səhv istəyir. Bax, fikir ver. Deyək ki, coşan qəlbin hər kininə, hər nifrətini. Burada isim, kin, nifrət, düzdürmü? Gen dərələr, dərə, dağ, əlim, dünya, cinayət, yağış, bir də su və salam. Nümunədə mənsubiyyət şəkilçili üst isim həm də hal şəkilçi qəbul edibdir. Uşaqlar, burada kinini, nifrətini, sonra bir də cinayətini düpbədən düz ay getdi. Üçüncü misradakı isimlərdən ikisi təsirlik, biri yiyəlik. Xeyr uşaqlar, burada üçüncü misra budur. Hansı ki burada onun əli mənsubiyyət adlıqdır. Dünyanın yiyəlikdir, cinayəti mənsubiyyətdir. Yəni, iki təsirlik yoxdur. Bir təsirlik var. Cavab olur B variantı. İsimlərdən biri düzəltmədir. Bəli, uşaqlar, diqqət etsəniz, burada yağış
ismi var. Baxın, yağmaq feilindən yağış ismi doğrudur. Bax, burada qeyd ediləm, yağış. Sonra C-yə baxıram, D-yə. İkinci misaldakı isimlər adlıq haldadır. Gen dərələr, dağlar, dağ və dərə düzdür. Birinci misaldakı isimlərdən biri yəli, ikisi təsdiq haldadır. Coşan qəlbin. Qəlbin yəlidir, kinini, nifrətini, bəli. Biri yəlikdir, ikisi təsirli. Cavab olur B variantı. Sonra əzizlərim 34-cü suala baxırıq. Nümunədəki isimlərin xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin deyir. Gəlin də fikir verək. Çayların başında süzən sonalar, çay, baş, sona. Qəlbi dağlar kimi böyük analar, qəlb, düzdürmü? Dağ, ana. Mənim qismətimə qismət, əzəl, tarix, əl. Və salam. Üçüncü misrada mənsubiyyət şəkilçili söz yönlü haldadır. Birinci misra, ikinci misra, üçüncü və dördüncü misra. Üçüncü misradakı isimlərdən, üçüncü misradakı mənsubiyyət şəkilçili söz yönlü haldadır. Mənim qismətimə, mənim qismətim mənsubiyyət və yönlü haldadır. Doğrudur. A tamamilə düzgündür. A-nı çıxırıq. B-yə baxıram. Birinci misradakı isimlərdən biri adlıq. Aha, çayların başında süzən sonalar düzdür. Sonalar ismindən söhbət gedir. Biri yelik, digər yerlik haldadır. Çayların yelikdir, başında yelikdir. Bu da doğrudur. Nümunədə işlənən bütün isimlər sadədir. Baxıram uşaqlar. Çay, baş, sona, qərib, dağ, ana, qismət, əzəl, tarix, əl və salam. Hamısı sadə isimlərdir. Çünki leksik şəkilçisi yoxdur. Sonra nümunədə mənsubiyyət şəkilçisi iki isim həm də hal şəkilçisi qəbul etmişdir. Baxıram uşaqlar. Çayların başında, başında mənsubiyyətdə var, halda var. Qəlbi dağlar kimi böyük analar burada yoxdur. Mənim qismətim mənsubiyyətdə var, halda var. Digərlərində isə yoxdur. Düpbədən düzdür, D variantını çıxırıq. İkinci misradakı isimlərdən biri təsirlidir. Qəlbi dağlar kimi böyük analar. Burada uşaqlar təsirli deyil. Onun qəlbi mənsubiyyətdir. Cavab olur Y variantı. Bizdən səhvi istəyir hansı ki? Sonra 35-ci sualın izahına baxıram. Təsirli halla bağlı silogizmi tamamlayın. Hökm nəticə. Təsirli hal söz cümlədə xəbər ola bilmir. Bəli, mütləq şəkildə bu doğru bir cavabdır. İsimlər xəbərli şəkilçi qəbul edərək cümlənin xəbəri ola bilər. Demək uşaqlar, təsirli hal cümlədə xəbər ola bilmir. Harda belə bir variant görürüksə götürürük dərhal. Təsirli haldan başqa digər hallardan söhbət getmir. Bütün qrammatik şəkilçiləri qəbul etməyindən söhbət getmir. Təsirli hal söz xəbərli ola bilmir, doğrudur. Təsirli hallı söz bütün cümlə üzv vəzifəsini işləyən xeyr, xəbər ola bilmir. Təsirli halın şəkilçisinin fərqli tələffüzü var, xeyr uşaqlar. Bu da yanlışdır. Cavab olur C variant. Silogizm nədir mənim əzizlərim? Birinci hökmü verir, ikinci hökmü verir və sonuc, yəni nəticə bu səndən tələb olunur. Cavab olur C variantı. Sonra 36. Hər gün mənə sabahımsan deyərdin. Dünəninəm, daha məni gözləmə. Altına xətt çəkilmiş sözlər haqqında hansı fikir yanlışdır? Gəlin baxaq mənim əzizlərim. Mənə, sabahımsan, dünəninəm, məni və salam səhv istəyir. Deməli, birinci, ikisinin tərkibində xəbərli şəkilçisi işlənibdir. Sabahımsan, san sən, bir dənə burada var. Dünəninəm, bir dənə burada var. A variantı getdi. Hamısı ad bildirmir. Uşaqlar, düzdür. Ad nə deməkdir? Yəni qrammatik məna. Misal üçün, mən əvəzlikdir, sabah isimdir, dünən zaman zərfidir, mən əvəzlikdir. Hamısı ad bildirmir, yəni əvəzlik olan da var. Bu da doğrudur, getdi. Biri yönlü halda işlənibdir. Mənə doğrudur, yönlükdədir. İkisi müxtəlif şəxsə aid mənsubiyyət şəkilçisi qəbul eləyibdir. Baxıram, ikisi müxtəlif şəxsə aid mənsubiyyət şəkilçisi qəbul eləyibdir. Mənə düzdür. Burada mənsubiyyət yoxdur. Sabahımsan, bəli, birinci şəxsin təkidir. Dünəninəm, sənin dünənin, bu da ikinci şəxsin təkidir. Yəni, müxtəlif şəxslərə aid mənsubiyyət qəbul eləyibdir. Heç biri adlı halda deyil. Baxaq, uşaqlar, bu yanlışdır. Çünki mənə yönlükdür. Sabahımsan adlıqdır. Dünəninəm adlıqdır. Məni təsirli. Yəni, burada 2 dənə adlıq var. Niyə heç biri olmasın ki, adlıq? Cavab olur Y variantı. Bizdən hansı ki, yanlışı istəyir. Sonra, baxıram 37-ci sualın izahına.
Burada uşaqlar bizdən istəyir ki, səhv fikirləri tapaq. İsimlərin hamısı cəm şəkilçisi qəbul edə bilmir. Bəli uşaqlar, bəzi istisna toplu isimlər vardır, əhali, cəmiyyət, ictimaiyyət ki, bunlar qəbul edə bilmirlər. Adlıq və təsirli halda olan söz ismə məxsus bütün qrammatik şəkilçilər eyni zamanda qəbul edə bilmir. Düzdür. Çünki təsirli hal xəbər şəkilçisini qəbul edə bilmir. Gedər. İsmin bütün halları qoşmalarla işlənə bilmir. Bəli, qoşma ilə işlənə bilməyən hallarımız var. Bu da doğrudur. İsimlər müxtəlif nitq hissələrindən düzələ bilərlər. Düzdür uşaqlar. İsimlər müxtəlif nitq hissələr həm adlardan, həm də feillərdən düzələ bilirlər. Adlı halda olan söz cümlədə yalnız mübtəda və isim xəbəri. Xeyr, adlı hal uşaqlar bütün cümlə öz vəzifəsində işlənə bilər. İstisna təsir halda işlənmir. Cavab olur Y variantı. Yəni yalnız mübtəda və xəbər vəzifəsində çıxış eləyə bilmir. Sonra gəldi nəyə? 38. Burada vurğulayır ki, açıq bir sualdır. İdarə işçi axtarır cümləsindəki ilk iki söz. İlk iki söz deyəndə, yəni idarə və işçi sözlərinə baxırıq uşaqlar. Bunlarla bağlı bizdən doğru variantları, cavabları istəyir. İsmin adlı halındadır. İşçi adlıq deyil, idarə işçisini axtarır. Bu qeyri-müəyyən təsirlidir. Bu səhvdir. Bir-birlə tabeli əlaqəsindədir. Uşaqlar, idarə adlıq haldadır, yəni mübtədadır. İşçini isə təsirli tamamlıqdır. Bunlar əlaqəyə girə bilmirlər. Bu getdi. Tabeli əlaqəsi nə deməkdir? Yanaşma, idarə, uzlaşma deməkdir. Hansı ki, mübtəda ilə tamamlıq əlaqəyə girmirlər. Fərqli cümlə üzvlərdir. Bəli, idarə mübtədadır, işçisini tamamlıqdır. Üçü götürürsən, ismi fərqli hallarındadır. İdarə adlıqdır, işçisini tamam təsirli düzdür. Biri baş, digəri ikinci üzv tamamilə düzdür. İdarə mübtədadır, işçi tamamlıqdır, hansı ki ikinci əcəli üzvdür. Testin doğru cavabı uşaqlar 3, 4 və 5 bu formada qalmış olacaq. 39. Cüllünün inadkarlığı birləşməsindəki əsas tərəflə bağlı düzgün fikirləri müəyyən edin deyir. Müəyyən edək. Cüllünün, baxın, burada əsas tərəf deyirsə uşaqlar, inadkarlıq sözünə baxacaq. Çünki söz birləşməsində birinci tərəf olur aslı, ikinci tərəf olur əsas. İnadkarlığı sözü əsasdır. İndi baxaq. Sifətdən düzəlmişdir. Uşaqlar, son leksik şəkilçisini tuturam. Baxın, fikir verin. Lığı götürürəm buradan. Düzdürmü lığı? Nəyə qoşulubdur? İnadkar. Fikir ver. İnadkar sözünə qoşulubdur. İnadkar da sifətdir, yəni düzdür. Ona görə biri rahatlıqla götürmüş olacaq. Konkret uşaqlar, inadkarlığı gözdən görmürsən. İnadkarlıq mücərrətdir. Mən bunu gözümlə necə görüm axı? Kökü isimdir, bəli, inad ismindən düzəlibdir. Kök 3 leksik bir qrammatik. Uşaqlar, xeyr. Burada 3 leksik yoxdur. 2 leksik var. 4 getdi. Üçüncü şəxsin təkinin mənsubə şəkilçisi, bəli. I-nı görürsənmi burada? I üçüncü şəxsin təkinin mənsubiyyətidir. Və səlam. Cavab olur 1, 3 və 5. Bu formada qalmış olur. 40-cı sualın izahına baxırıq. Keçmişdəkilərin günahsızlığı birləşməsinin əsas tərəfindən bağlı. Uşaqlar, burada əsas tərəf deyirsə, günahsızlıq. Bax, budur. Günah ismindən günahsız, günahsızlıq, da təsirli mənsubiyyət. Sifətdən düzəlmişdir. Son leksi şəkilçisini tuturam. Bax, fikir ver əzizim. Lıq nəyə qoşulubdur? Günahsız sifətinə. Deməli, sifətdən düzəlibdir. Biri rahatlıqla müşahidə edirəm. Bu sxeminə uyğundur. Uşaqlar, burada 3 leksik yoxdur. Bir dənə leksik, 2 dənə leksik var. Mücərrət mənalı ümumi isimdir. Ümumi isim olmağına ümumi isimdir. Tamamilə razıyam bundan. Və mücərrət isim. Çünki günahkarlığı gözlə görmürsən sən. Bir üçün rahatlıqla götürürəm. Kökü isimdir. Günah isimidir, bəli. 4 də düzdür. 1, 3, 4 bu formada qalır. Təsir hal şəkilçisi qəbul etmişdir. Uşaqlar, buradakı I təsirlik deyil. Mənsubiyyətdir. Üçün şəxsin təkinin mənsubiyyəti və salam. 41. Doğru fikirləri müəyyən edin, edək. Problem yoxdur. Tərkibində təsir halda söz işlənən cümlə yalnız mübtəda və xəbərdən ibarət ola bilər. Təbii ki, uşaqlar, tərkibində təsir halda olan söz işlənən cümlə yalnız mübtəda və xəbərdən ibarət ola bilər. Bu bizdə problem
yaratmır. Biri rahatlıqla götürürəm. Sonra, insan anlayışı bildirən isimlər də cümlədən nə sualına cavab verə bilər? Bu da düzdür, uşaqlar. Çünki qeyri-müəyyən yiyəlik və qeyri-müəyyən təsir söhbətləri var. Yalnız adlı halda olan isimlər nə? Xeyr, yalnız yox. Həm qeyri-müəyyən yiyəlik hal, həm də uşaqlar qeyri-müəyyən təsirli hal. Hər ikisi nə sualına cavab verə bilirlər. Mənsubiyyət şəkilçili söz yalnız yiyəlik hallı sözlə işlənir. Xeyr, bu nə deməkdir? Mənsubiyyət halı bütün hallar qəbul edə bilərlər. Bu nə deməkdir? Mənsubiyyəti bütün hal şəkilçiləri, bax qeyd edirəm, bütün hamısı qəbul edir. Salam, bitdi. Cavab olur 1 və 2. Sonra 42-ci sual. Şəhər isminə şəkilçilər hansı ardıcıllıqla qoşula bilər? Uşaqlar, gəl baxaq. Bax, fikir ver mənim əzizim. Şəhər isminə deyir ki, hansı ardıcıllıqla qoşula bilər isminə. Bax, birinci təbii ki, leksik qoşula bilər. Gəl baxaq. Şəhərli. Düzdürmü? Şəhərli. Sonra cəm şəhərlilər. Düzdürmü? Şəhər sözün kökü şəhərli. Bu birinci sıxım. Sonra şəhərlilər, bax bu ikincisini qeyd edirəm bura. Sonra birinci olacaq li şəkilçisi, ikinci olacaq cəm şəkilçisi. Sonra şəhərlilər imiz, misal üçün imiz. İmiz nədir? Təbii ki, mənsubiyyətdir. Bura 3-ü qoyuram. Bax, fikir ver. 3. Sonra şəhərlərimizdən bu haldır. 4-ü qoyuram. Dur qoyaram ən sonda. Bu da olar xəbərlik. Və səlam. Deməli, ardıcılıq belədir. 1, 2, 3, 4, 5. Düzdürmü? 1, 2, 3, 4, 5. Bu formada da elə qalacaq. Şəhərlilərimizdəndir. Qutardı. Sonra növbəti suala baxıram. 43. Əzizlərim, davam eləyək 43-cü sualın izahından. Bax, səhv istəyir. Çoroqluyam. Qayalar, baş, qala, sürüm, quzum, qurdların, dağlar. Düzdürmü uşaqlar? Adlı halda olan isimlərin hamısı xəbər və tamamlıq yerində işlənmişdir. Burada misal üçün dağlar adlı haldadır, amma nə xəbər deyil, nə tamamlıq deyil. Çünki adlı hal burada xitabdır da. Xitab heç bir cümlə vəzifəsini işlənmir. Bir səhvdir. Adlı halda olan isimlərin ikisi 4-cü misra. Burada 4-cü misraya baxırıq. Qurdlarınla, düzü sənin qurdların, dağlardakı bəli uşaqlar adlı haldadır. Düzdür, bu getdi. İsimlərdən ikisi mürəkkəbdir. Çoroqluyam, bəli. Qayaları başında, uşaqlar, burada bir dənədir, yanlışdır bu. Bunu da götürürəm. Deməli, 1, 3, növbəti. Altına xətt çəkilmiş isimlərin tərkibində amonim şəkilçisi var. Başında dadə düzdür. Bir də uşaqlar sürüdən. Dandan şəkilçisi də dadə şəkilçisi uşaqlar amonimdir. Hal şəkilçisi və leksi şəkilçisi kimi amonimdirlər. Bir isim yiyəli haldadır. Gəzdiyimi qopardım, qayaların başı, düzdürmü uşaqlar, qayaların yiyəli idi. Sürüdən əmlik quzu, sənin qurdların, ulaşım dağlar, bəli, düzdür, biri ismin yiyəli halındadır, hansı ki qayaların, digərlərində isə yoxdur. Bizdən uşaqlar yanlış cavabları istədiyi üçün 1-3 qalmış olacaq. Növbəti sualın izahına baxıram 44. İndi deyir ki, uşaqlar, altına xətt çəkilmiş isimlər üçün ortaq olmayan qazıntıları, sarsıntılardan, düzdürmü? İkini isimdir. İndi baxırıq. Ortaq olmayanları. Quruluş da düzəltmədir uşaqlar. Sarsıntı ismi sadə isimdir, amma qazıntı düzəltmədir. Bir səhvdə ortaq deyil, biri götürürəm. Və nəhayət 2-yə baxıram. 2-də qeyd edir ki, mənsubiyyət şəkilçili işlənibdir. Qazıntıları təsirli işdir sarsıntılarından, amma burada var. Sadəcə birincisində olmadığı üçün götürürəm. Bunda səhv cavab kimi. Və nəhayət 3-ə baxıram, hal şəkilçisi işlənibdir. Qazıntıları haldır, sarsıntılarından, dandən haldır. Feildən düzəlibdir. Qazmaqdan qazıntı düzdür uşaqlar, sarsmaqdan sarsıntı. Bu düzəltmə deyil. Ona görə səhvdir. 4-ü də götürürəm. 44-də uşaqlar 1, 2, 4 olacaq. Tərsiflənən feillə tərsiflənməyən, yəni məsdər, feili sifət, feili bağlama. Bunlarla əlaqəyə girib deyir. Həyata keçirən feili sifəti düzdür. Yaranan feili sifəti bu da düzdür. Ümumi isimlərdə düppədən düz. Hər ikisi ümumi isimlərdir. Cavab olur səhv istədiyi üçün 1, 2, 4. 45.
Hansı məqamda isimlərdə cəm şəkilçisindən bilavasitə sonra xəbərli şəkilçisi işlənə bilər? Yadda saxlayırıq uşaqlar. Bax, yadda saxlayırıq. Hal şəkilçisi, həmin sözdə hal şəkilçisi olmasın. Bir də mənsubiyyət şəkilçisi ilə həmin söz işlənməsin ki, bunlardan birbaşa, yəni bilavasitə sonra xəbərli şəkilçisi gəlsin. Sonra 46-cı suala izahına baxırıq. Düzgün fikirləri müəyyən edin. Kitabın sözü yerinə görə adlıq və yiyəlik hallarda olan söz kimi düşünülə bilər. Kitabın sözü adlıq və yiyəlik hal sözü kimi düşünülə bilər. Baxın mənim əzizlərim, fikir verin. Kitabın sözü yerinə görə adlıq və yiyəlik. Bir var deyirəm ki, kitabın cildi. Bu zaman olur yiyəlik. Bir də var deyirəm ki, sənin kitabın. Bu olur mənsubiyyət. Düzdürmü? Mənsubiyyət də olduğu zaman olur adlıq. Deməli, biri rahatlıqla müşahidə edirəm və götürürəm. İsimdən başqa digərinin ilk hissələrinin qrammatik şəkilçisi olmur. Niyə ki? Misal üçün, feildə o qədər şəkilçisi var ki, inkarlıq olsun, zaman olsun. Bunlar qrammatik deyil, bəs nədir? 2 yanlışdır. Yanlışlara baxırıq. Yiyəlik halda olan söz cümlənin xəbəri ola bilir. Yiyəlik halda olan söz cümlənin xəbəri ola bilir. Bu doğrudur. Yanlışın altına verib götürmürsən. Bütün isimlər cəm şəkilçisi qəbul, bütün isimlər yox uşaqlar. İstisna toplu isimlərimiz var ki, onlar cəm qəbul eləmir. Əhali, cəmiyyət və ictimaiyyət. Cavab qalır 1 və 4, çünki düzgün fikirləri istəyibdir bizdən. 7-ci suala baxıram, 47. Nümunədəki isimlərlə bağlı düzgün fikirləri tapın deyir. Tapaq. Demək, uşaqlar, burada sevgilim, rəsmini, sevgilim, naz, fırça, naz və salam. Bitdi. Altından xətt çəkilmiş söz həm mənsubiyyət, həm dərhal şəkilçisi kimi qəbul oluna bilər. Rəssam sevgilimin rəsmini, burada altından xətt çəkilən söz sevgilimdir. Uşaqlar, mənim sevgilim, düzdürmü? Burada mənim sevgilim sözündəki im mənsubiyyətdir. Sevgilimin rəsmini, bu isə yiyəlikdir. Bizdən deyir ki, altına xətt çəkilmiş söz həm mənsubiyyət, həm də hal şəkilçisi qəbul eləyibdir, düzdür. Biri götürürəm. Bütün misralarda mənsubiyyət şəkilçisi söz var. Sevgilimdə var, sevgilim var. İkincidə nazı, onun nazı, onun nazı. Bəli, hər dördündə var. Deməli, 1 ilə 2-ni rahatlıqla götürürəm. Şeirdə isim bütün hallarında olan söz var. Sevgilimin yiyəlikdir, rəsmini təsirlikdir, sevgilim adlıqdır. Fırsadan çıxışlıqdır, nazına yönlükdür. Dadə yerlik yoxdur uşaqlar. Yerlik, yəni dadə yoxdur. Ona görə üçü çıxırsan. Birinci misrada adlı halda olan söz mübtədadır. Rəssam. Xeyr uşaqlar, adlı halda olan söz rəssamdır, hansı ki bu cümlə üzvü deyil, çünki xitabdır, müraciət var. Bax, fikir ver, rəssam, sevgilimin rəsmini gəl çək, müraciət edirsən. Çıxışlı halda olan isim yer zərfli vəzifəsində işlənibdir. Çıxışlı halda olan isim uşaqlar fırçadandır, bu tamamlıqdır. Çünki nədən sualına cavab verir, haradan yox. Cavab qalır 1 və 2. Demək uşaqlar, 47-ci sualda cavab olur 1-2. Növbəti sualın izahına baxıram, 48. Bizdə vurğulayır ki, isimlərlə bağlı səhv istəyir. Göyə baxın, dan ulduzu doğanda. Göy, sonra dan, bir də ulduz. İşıqlanı, nur zülməti boğanda. Nur, boğanda və salam. Haqqın nuru yağış kimi yağanda. Haqq, nur, yağış. Torpaq olun, ey Allahı sev, Allah və salam. İndi uşaqlar, bizim səhv istəyir, baxırıq. Göyə sözə yönlü halda olan isimdir, düzdür. Dan, nur, qeyri-müəyyən yiyəli halda olan isimlərdir. Dan, qeyri-müəyyən yiyəli halda olan uşaqlar. Danın ulduzu, bir də ki, nur. Nur adlıqdır, qeyri-müəyyən yiyəli deyil, axı, 2 səhvdir. Ulduzun nuru mənsubiyyət şəkilçisi adlı halda olan isimlərdir. Baxaq, dan ulduzu düzdür. Nuru, bir saniyə, haqqın nuru, bəli, dübbədən düzdür. Səhvləri istəyirsə götürmürük. Yağış feildən düzələn düzəltmə isimdir. Bəli, düzdür. Yağmaqdan yağış. Zülməti adlı halda olan mənsubiyyət şəkilçisi qəbul etmiş isimdir. Uşaqlar, bu yanlışdır. Çünki zülmət sifətdir. Sadəcə burada isimləşib. 2 ilə 5 qalmış olacaq, hansı ki səhv cavabdır. Sonra, yəni səhvlər istəyir. 49-cu sualın izahını davam edək. Uyğunluğu müəyyən edin deyir uşaqlar. Baxaq.
İsim cəm şəkilçisi, isim cəm yerlik hal şəkilçisi, isim cəm şəkilçisi, şəxs xəbərlik şəkilçisi. Demək, uşaqlar, baxın, fikir verək əzizlərim. Deməli, zərflik vəzifəsində olan, zərflik olması üçün uşaqlar, burada hal şəkilçisi olmalıdır. Əgər ki, isimdə cəm şəkilçisi, hal şəkilçisi varsa, yerlik halda, bu olacaq zərflik vəzifəsində. Deməli, uşaqlar, mənim əzizlərim, A gəldi 2-yə. Sonra B-yə baxıram. Tamamlıq vəzifəsində işlənə bilər. Bəli, hal şəkilçisi qəbul etmiş söz tamamlıq və yer zərfliyi ola bilər. B getdi. İsmi xəbər vəzifəsində işlənə bilər. Əgər ki, orada xəbərli şəkilçisi varsa, təbii ki, xəbərli olacaq. C gəldi 3-ə. Və nəhayət D-yə baxın uşaqlar. Deməli, mübtəda vəzifəsində işlənə bilər. İsim cəm şəkilçisi D gəldi 1-ə. Feili xəbər vəzifəsində işlənə bilər. Uşaqlar, feili xəbər olması üçün orada feil plus xəbərli şəkilçisi olmalıdır. Amma burada diqqət etdiysən, hamısını isim veribdir. Buna görə uşaqlar, 49-da testimizin doğru cavabı olacaq. 1-ə D, 2-yə AB, 3-ə də C. Və səlam. Növbəti 49-cu sual, 50-ci suala baxırıq. Demək, uşaqlar, eyni tipli sualdır. Baxırıq, əzizlərim. Mənsubə şəkilçisi qəbul etmiş 2 ismin işləndiyi cümləni istəyir bizdən. Gəl, rahatlıqla baxaq. Bax, fikir ver. Mənsubiyyət şəkilçili 2 dənə isim olsun. 2 ildən artıqdır ki, mühəndisəm. Burada yoxdur mənsubiyyət ümumiyyətlə. Kiçik təpəni açdıqca kəndə çatdıq. Burada da yoxdur. Fikirlərini gənclərə çatım onun əsas məqsədi. Fikirləri onun fikirləri, əsas məqsədi onun məqsədi. C gəldi 1-ə. Bax, C-ni rahatlıqla çıxıram. Oynamağa hər kəsin alqışına səbəb oldu. Burada oynamağı uşaqlar, onun oynamağı götürə bilər ki, amma bizdən isim istəyirdi. Oynamaq məstər feildir axı. D getdim. Sonra bunu da bilirəm ki, sən yaxşı insansan. Aha, birə başqa heç bir şey getmir. Deməli, birə C-dir. Sonra uşaqlar, birlə işimiz bitdi. Keçirəm ikincisinə. Şəxs şəkilçisi qəbul etmiş, isim işlənmişdir. Baxaq, 2 ildən artıqdır ki, sən mühəndisən. Mən mühəndisəm. Bəli, rahatlıqla 2-yə A-nı götürürəm, çünki burada mühəndisəm var. 2-yə A gələcək. Bax, fikir ver, A gəldi 2-yə. A-nda çıxıram. Kiçik təpənin aşına sonra kəndə çatdıq. Burada yoxdur. Oynamağı. Bunu da bilirəm ki, sən yaxşı insansan. İnsansan, sən şəxs oldu. Deməli, A-yə gəldi 2. Yenidə çıxıram. Qaldım uşaqlar bir dənə B-də. Kiçik təpənin aşına sonra kəndə çatdıq. Hal şəkilçisi qəbul etmiş 2 isim var. Təpəni, bir də ki, kəndə dadə. Və salam. 1-ə C-dir. 2-yə A, 7. 3-ə də rahatlıqla B-dir. Və salam. Testimizin doğru cavabı qalmış olacaq. Sonra davam ediləm 51-ci sualın izahından. Bu çox maraqlı bir sualdır. Uşaqlar, baxın əzizlərim. Deyir ki, ömrü və alnı ümumi isimdir. Hər ikisi rahatlıqla mən bilirəm ki, nədir? Ümumi isimdir. Deməli, uşaqlar, A gələcək 3-ə, yəni ortaya geçəcək. Hər ikisi ümumi isimdir. A 3-ə. Sonra B-yə baxıram. B-də vurğuluyur ki, mücərrət isimdir. Uşaqlar, alını görə bilərəm. Alın konkretdir. Mücərrət isə ömrü görə bilmirəm. B gəldi. 1-ə. Adlı halda olduğunu əminliklə söyləmək olar. Uşaqlar, yadda saxlayırıq ki, alın sözü yalnız mənsubiyyət şəkilçisi qəbul etdiyi üçün son saytını itirir. Bax, söz normalda belə olmalıdır da. Alın, düzdürmü? Bir də belə. Fikir ver, əzizim. Burada l-dan sonraki ı saytı düşübdür. Niyə? Çünki özünə mənsubiyyət şəkilçisi qoşulubdur. Mənsubiyyət də qoşulduğu üçün mən bunun adlı halda olduğunu dəqiqliklə vurğulaya bilərəm. Deməli, C də gəldi 2-yə və nəhayətdir. Qəbul etdiyi şəkilçisinin təsir hal yoxsa mənsubiyyət olduğunu ancaq cümlə daxilində ömrü. Hansı ki, uşaqlar, insan əzaları yalnız mənsubiyyətə düşür. Amma fəsildir, cisimdir, qəbirdir, qəsrdir. Bunlar isə həm halda, həm də mənsubiyyətə düşüm olan sözlərdir. Deməli, 1-ə də D gələcək. Söz kökünün ikinci hecasındakı sayı düşmüşdür. Bu da ortaya gələcək. Deməli, əzizlərim, 1-ə B, D, 2-yə C, 3-ə A-yı. Bu formada qalmış olacaq. Və nəhayət, növbəti sualın izahına baxıram. 52. Deməli, uşaqlar, burada nədir durum? Beyni və şəkli ümumi isimdə A gəldi ortaq. Qəbul etdiyi hal yoxsa mənsubiyyət olduğunu təbii ki, şəkliyə gələcək. Yerinə görə düzəltmə söz hesab etmək olar. Şəkli uşaqlar, misal üçün şəkli yazı, necə yazı? C-də gəldi. Ancaq isim kimi düşünülə bilər.
D gəldi 1-ə, beyni. Söz kökünün ikinci sayısı Sait düşmüşdür. Bu da gəldi ortağa. Demək əzizlərim 1-ə D idi, 2-yə B, C idi, 3-ə də A, Y idi. Bu formada olmuş olacaq. Növbəti sualın izahı 53-ə baxıram. Bunlar çox maraqlı və düşündürücü suallardır. Gəl baxaq əzizim. Çini və fikri. Saitlə başlayan hal və yaxud da mənsubə şəkilçisi qəbul etdiyi üçün ikinci hesabsız saitini itirilmiş söz kimi düşünülə bilər. Bax, bizə deyir ki, verilən isimlərlə bağlı uyğunluğu müəyyən edin. Yəni, birinci isim və nəhayət ikinci isim. Ortaqları yoxdur. İndi bax, fikir ver mənim əzizim. Deyir ki, saitlə başlayan hal və yaxud da mənsubiyyət. Saitlə başlayan hal mənsubiyyəti deyirsə, deməli, bu fikriyə aiddir. Çünki tin insan əzasıdır, yalnız mənsubiyyətdə düşür. Üçüncü şəxsin mənsubiyyət şəkilçisi qəbul etdiyini əminliklə söyləmək olar. Bu da təbii ki, 1-ə gələcək. Sonra C-yə baxıram və məqamına görə sifət kimi işlənə bilər. Fikri yazı, misal üçün necə yazı? Bu fikriyə aiddir. C. Yalnız adlıq halda olan söz kimi düşünülə bilər. Yalnız adlıq deyirsə, çünki mənsubiyyət qəbul etməlidir düşməsi üçün, deməli 1-ə D gələcək. Quruluşsa düzəltmə söz kimi düşünmək olar. Nəhayət, bu da 2-yə getcək. Demək əzizim, 1-ə B, D, 2-yə isə A və nəhayət C. Quruluşla düzəltmə isim kimi düşünmək olar. Fikri də gedər əslində, Y ilə doğrudur və salam bu formada olacaq. Aha, yox, burada bir məqam var. Deyir ki, isim kimi uşaqlar. Fikri olsa bu sifət olacaq, isim olmayacaq ona görə. 1-ə B, D, 2-yə A, C. Bu formada olur bu testin cavabı. İndi davam edirəm. Nəhayət ki, növbəti sonuncu sualımızın izahınla. Bax, əzizim, burada deyir ki, zehni və boynu, düzdürmü? Bax. Saitlə başlayan hal və mənsubiyyət şəkilçisi qəbul etdiyi üçün ikinci hecasındakı saitini itirmiş söz kimi düşünülə bilər. Burada uşaqlar, baxın, təbii ki, bu gələcək 1-ə. Çünki zehin sözü insan əzası deyil və buna görə də həm halı, həm mənsubiyyəti qəbul etdiyi zaman söz kökünün son saitini itirir. Demək, A gəldi 1-ə. İkinci şəxsin mənsubiyyət şəkilçisi qəbul etdiyi əminliklə söyləmək olar. Yalnız mənsubiyyətdə düşürsə, deməli, insan əzası, yəni boyun. Yalnız adlı hal, insan əzası boyun. Məqamına görə sifət kimi, bəli, zehni iş, necə iş, zehni fəaliyyət, necə fəaliyyət. Bax, görsənmi? Həm sifət kimi ola bilər, həm də ki, isim kimi ola bilər. Təsriş və mənsubiyyət qəbul edən isim kimi düşünülə bilər. Bu nöqteyi nəzərdən 1-ə A, D qalır, 2-yə də B, C qalmış olur. Və salam, bitdi getdi.